We want to say Biz istərdik deyək that Christ ki, Məsih is our advocate, bizim vəkilimizdir, the vəsatətçimizdir. Almighty Hər şey qadir Christ. olan Praise Məsihdir. Christ. Məsihə həmd edin, İsa'ya Praise həmd edin. God. Şükür olsun Thank you Tanrıya. so much for being here tonight. Minnətdaram and this ki, week. bu axşam və bu həftə gəlmisiniz, buradasınız. I wrote down here, we appreciate Yazmışam all the özümdə prayers. ki, biz bütün dualarınıza My- minnətdarıq. myself, my Özüm, family, ailəm adından, our pastors, our pastorlarımız, staff, Ryan, komandamız adından, the operator of the Ryan, whole thing, the bütün key bu guy, konferansın Jen, əməliyyatçısıdır və Jen, katibəm, təşəkkür all edirik. the emails, Bütün text messages, e-maillər, through the years. mesajlar, I hədiyyələr. wondered how many of you have been Düşünürəm, in the ministry for more neçəniz than 50 years? bu xidmətdə Stand up. 50 ildən çoxdur ki, iştirak edirsiniz. 50 ildən çox bu xidmətdə olanlar ayağa qalsın zəhmət olmasa. Wow, yeah, okay. Aman Tanrım, bəli, Wow, that's amazing. heyrətamizdir bu. How about if you, let's say 30 Gəlin baxaq, years, you've been 30 in il the bəlkə ministry more than xidmətdəsiz. 30 30 il xidmətdə olanlar ayağa qalxa bilərmi? Wow. 30 və daha çox il. Maturity. Wow, Maturity. yetkinlik, Amazing. yetkinlik, heyrətamizdir bu. Thank you for your faithfulness Minnətdaram in sizin Tampa, sədaqətinizə Pastor görə. Chuck, Pastor Pastor Chuck Jack Tampa, Wheely, Pastor Jack Elgin, Willie, Harold Elgin Weiskopf, və digərləri. Pastor Fires, Pastor Fires, Pastor Manny, Pastor Manny, Pastor Bailey, Pastor Bailey, Pastor James Adidas, Pastor James Jim Dadidas, Lewis coming down Jim tomorrow. Lewis sabah gəlir. Precious brothers Əziz and sisters. Wow, Qardaşlar və bacılardır that's onlar. amazing Heyrətamizdir bu. what God has done Tanrı nələr edib? by His Holy Spirit. Öz because müqəddəs ruhu vasitəsilə. Jesus Çünki Christ is İsa the Məsih bread of life. həyat çörəyidir. Christ is the Məsih light of the world. Dünyanın nurudur. Christ is the Məsih door. qapıdır. Anybody here need a door? Kiməsə qapı lazımdırmı Give me a burada? door, God. Mənə Give me ya a Rəbb door. qapı ver, mənə I qapı gotta ver. get out of here. Mən buradan çıxmalıyam, qapı lazımdır ki, çıxım aradan. He is the good shepherd. Məsih I yaxşı need çobandır somebody to lead me, və care for mənə me, rəhbər carry lazımdır, me, qayğıma qalan lead me lazımdır. beside the Məni still daşıyan waters. lazımdır, məni sakit sulara He is aparan the lazımdır mənə. resurrection and the life. Məsih dirilmə və Has həyatdır. anybody lost a loved one in the Kimsə last year? son il ərzində öz How many have ailə we özünü seen itiribmi? go to heaven in the last 10 Neçələrin years? biz son 10 il ərzində And how göylərə many qalxdığını, will be in the dünyasının future in the dəyişdiyini next görmüşük. 10? Və növbəti 10 il That will ərzində not be here neçələrimiz tonight, and artıq not be burada here in olmayacağıq. this event. Rəbbin yanına And we know qovuşacağıq. that this is the Və biz nature of bilirik life. ki, bu həyatın But təbiətidir. nobody has an answer Amma for death Heç except kimin Christ. ölümə cavabı yoxdur. Nobody Ölümün has an çarəsi answer yalnız for our Məsihdədir. trouble. Heç kimin But cavabı yoxdur Christ. bizim We want to çətinliklərimizə. teach that a little Məsihdən bit başqa. tonight. Və bu axşam bu barədə biraz danışmaq, Christ is the öyrətmək way, istəyirəm. Məsih The yoldur, truth, həqiqətdir, life, Christ həyatdır. is Məsih the true vine. həqiqi A meynədir. lot of artificial Bir vines çoxlu out süni there. meynələr var dünyada. Plastic. Yəni plastik They meynələr. don't work. Onların təsiri They yoxdur. stay the same. Onlar olduğu kimi elə There's no qalmaqdadır. life in them. Orada onların içində həyat Christ yoxdur. came, Amma Məsih Pastor gəldi. Love said, Pastor Love dediyi and kimi gave us Məsih gəlib himself. bizə özünü Let's verdi. turn to Romans 8 Romalara 8-i açaq. for a scripture text to use tonight. Və bu axşam istifadə edəcəyimiz Romans mətn var. 8. Romalara 8-ci fəsil. And I believe God will speak to İnanıram us this ki, week. Tanrı bu həftə I boyunca bizimlə was danışacaq. remembering when Yadıma we were in salırdım Lenox, ki, vaxtilə Massachusetts, Lennox, and Massachusetts'daydı. Hardy Hayno from Hardy Finland came Hayno, as a Finlandiyədən professor bir professor to gəldi investigate our ministry ki, in bizim Lenox. And I xidmətimizi remember Lennoxda his, araşdırsın, tədqiqatını keçirsin. interview with me Və yadıma because gəlir, I o had mənimlə moved müsahibə there, keçirdi. Çünki and mən we də orada planted a yaşayırdım church there. və biz orada kilsə And it başlamışdıq. came up on Monday with Gəldi, Pastor Michael bazar Toll. Did a ertəsi great Pastor job Michael Monday Toll'la və heyrətamiz bir explaining iş and gördülər. teaching. Onlar təlimi izah etdilər və gözəl iş gördülər. Onlar bizim doktrinal təlimimiz və anlayışımızı araşdırdılar və bəli, Pastor Michael Toll'a minnətdarıq.
Şükür olsun Tanrıya onun həyatına görə. Sonra yadıma gəldi Lennoxdakı dua otağımız və oradakı kampusumuz, binamız. Minlərlə saat keçirdik, rap sessiyalarda, sərmayə etdik. Və Ənam, pastor Ənamı, istərdim 3 sözü yazım. Pastor işi üçün, pastorların gördüyü iş olaraq 3 şeyi. Birincisi dua, ikincisi kəlam və üçüncüsü ruhani istiqamət. Biz bu barədə pastorlar arasında səhər bölüşdük. Dua. Boş dualar yox, yəni dayaz dualar yox. Avtomatik gələn dualardan söhbət getmir. Biz o duaları deyirik, amma dualar boş deyil. Bəzən isə olur ki, yoruluruq, darıxdırıcı olur dua toplantılar. Bəzən çətinlik çəkirik, ümumiyyətlə duada, Tanrı qabağında vaxt keçirməyimiz barədə çətinlik çəkirik. Və ola bilər ki, biz o təması itirək, duada Tanrı ilə təması itirək. Ola bilsin ki, duada gücümüzü, motivasiyamızı itirək və bir növ boş ürək ola bilər. Və pastor bunu saxta şəkildə təqdim edə bilər. Biz bugün səhər bunu dedik. Pastor yaxşı hərəkət edə bilər, davranışını göstərə bilər, yaxşı adam ola bilər, insanları sevən ola bilər, nəzakətli, incə ola bilər, müəyyən sözləri deyə bilər və o bütün bunları saxtalaşdırılmış şəkildə göstərə bilər ki, pastordur çünki. Və bir kitab var, həyatıma çox böyük təsir göstərib. Eugene Peterson yazıb bu kitabı, oxuya bilərsiniz. Bu kitab müəllifi Eugene Peterson'dır. Yəni biraz səhvlər yazdım. Amma Eugene Peterson və kitabın adı nədir? Küncləri və bucaqları işləmək. Yəni yolu gedəndə o küncləri hamarlamaq və Eugene Peterson belə demişdi, Peterson. Tanrı realdır və biz onu tanıya bilərik. Real olaraq tanıya bilərik. Biz Tanrını görəndə, Tanrı ilə ünsiyyətdə olanda həyatınızda bu baş verib. Ümid edirəm ki, bu həyatınızda baş verib ki, siz Tanrı ilə ünsiyyətdə olmusunuz. Bunun nə olduğunu bilirsiniz. Tanrı ürəyinizə toxunub. Yalnız zahirən yox, amma daxilən, dərindən harda ki, müqəddəs ruh məskən salır. Əslində, mətni dəyişdim. 1. Korinflər 2-ci fəsli açaq. Lütfən açın 1. Korinflər 2-ci fəsil. Biz bu bəndlərə baxacaq birlikdə. Dua, aman Tanrım. Ünsiyyət. Tanrı ilə ünsiyyət. Tanrını görmək. İbranilərə 11:27-də deyilir ki, Musa tab gətirdi. Səhrada 40 il üsyançı xalqla birlikdə tab gətirdi. Onlar davamlı olaraq şikayət edirlər. Çox neqativ idilər. Çox neqativ idilər. Həyatları barədə çox bədbin idilər. Və necə də asanlıqla bu həyatımızda baş verən şey odur ki, biz nə qədər məyus ola bilərik, nə qədər sınıq ürəkli ola bilərik həyatımızda. Bəli. Məzmurlar bu barədə danışır. Çünki məzmurlar dualardır. Yahudilərin dua kitabıdır məzmur. Və bu Məsihin də dua kitabıdır. O 22-ci məzmuru çarmıqdan asılarkən deyirdi. İsa'nın dua kitabı məzmurlar idi və kilsənin də dua kitabı məzmurlardır. Məzmurları oxuyun və məzmurlarla dua edin. Çoxlu dualar var bizim boşluğumuz, zəifliyimiz barədə, bizim darıxdırıcı vəziyyətlərimiz barədə, məyus vəziyyətlərimiz, insanlarla dilxoşluğumuz barədə. Çoxlu məzmurlar var bu barədə. Ki, mən aşağıyam, ruhdan düşmüşəm, nə vaxta qədər 42-ci məzmur, 43-cü məzmur, Davud orada ağlayır. Deyir, məndən
daha hündür olan qayaya yerləşdirə bilər. Mənim özümdən daha yüksək olan qayaya və bu yaxşıdır. Pastor nə edir? Pastor insanları Tanrıya yönəldir. Nəyə görə biz bir araya gəlmişik? Çünki biz Tanrını axtarırıq. Kürsü nə etməlidir? Kürsü bizi Tanrıya yönəltməlidir. Hətta bizim həyatımız qatmaqarışıqlı olsa da, bizim Tanrıdan nəyimizsə var. Məsih göylərdən gəldi. Məsih yol, həqiqət və həyatdır. Məsih qapıdır. Mənim çıxış yolum olmayanda, dalanda olanda qapı var. Məsihdir o. Pastor başqa nə edir? O, Tanrı kəlamında məşq edir. Kəlam. Maraqlı bir şey var. Bizim slaydımız var. İlahə Dayana məbədi barədə Efes şəhərində bu məbəd var idi. Və bəlkə o şəkili göstərə bilərsiniz. Bu məbəd, inanıram, 127 sütunu var və bu sütunlar 60 fit hündürlükdədir və içində ilahənin bütü var və bu məbədə Dayana məbədi deyilirdi. Və bu Dayana hələ bil ki, göylərdən yer üzünə düşdü və düşüb bu məbədi qurdu. Çay yanında olan təpənin hündürlüyündə və bu məbəd dünyada ən möhtəşəm binalardan biri idi. Çox nəhəng idi. Bilmirəm neçə futbol meydançası ora sığardı və oxuyub araşdıra bilərsiniz. Hal-hazırda qabağımda yoxdur bu məlumat. Amma heyrətamiz bir məqamdır. Biz Efesdəki kilsənin vəziyyətini araşdırsaq, çünki məhz oradaydı ki, minlərlə insanlar o məbədə gedirdilər və inanıram ki, minlərlə məbəd fahişəsi o məbəddə xidmətlərini göstərirdilər və bu bütpərəstliyin mənbəyi idi. Vizual yaşayış əsasında bütlərə sitayiş bir məkan idi. Vizual yaşayış əsasında, yəni Yunanlar, burada yazı var. Burada deyilir ki, Yunan mədəniyyəti iki çox qüdrətli vizual tədbir ətrafında fırlanır. Birinci hadisə, yəni skulpturlar, heykəllərin çılpaqlığı və ikincisi də ədəbiyyatda və teatrlarda drama hadisələri. Teatrda sözlər deyilir, amma teatr əsasən vizual bir nümayiş idi və çoxlu ilahələr və bütlər öz heykəlləri ilə və şəkilləri ilə nümayiş etdirilir və onlar bir-birini müqayisə edirlər. Yunan mədəniyyətində ilahəyə müraciət edilir və onun haqqında danışılırdı və çoxlu dramada, oyunlarda və məbəddəki təsvirlərdə istifadə olunurdu. Və insanların zahiri fəaliyyəti və həyatı üçün bu bütlər vizual olaraq göründüyünə görə onlara sitayiş edilirdi. Bunlar vizual idi, gözlə görünən idi, teatral idi, yəni nümayişkar idi. Amma Yahudilər, və bu da burada tənqidi bir məqam. Lakin Yahudilər, İbranilər və Xristian mədəniyyəti o biri tərəfdən ona baxsaq, iki audio hadisə ətrafında fırlanır. Vizual bunlardadır, Yunanlarda və audio, yəni səsli Yahudilərdə və Xristianlardadır. Nə idi bu? Birincisi, gözə görünməyən Tanrı, o danışır, o sözünü deyir Musaya və insanlara. Və Sina dağında bu baş verdi. Sina dağında nə baş verdi? Tanrı danışdı, Musaya danışdı və Musa da yazdı. Tanrı yazdı lövh üzərində və bizdə yəni Tövrat kitabı var. İlk 5 kitab. Və insanlar nəyə qulaq asırdılar sitayiş etmək gedəndə? Sözlərə. Və bu sözlərin dəyəri nə idi? Bu sözlər insanın daxilindən gələn mahiyyətdir. Yəni, zahirən bizim paltarımız var, zahirən bizim saç düzümümüz var, kosmetikamız var, zahirən bizim maşınımız var, evimiz var və bu zahiri şeylərdir. Və bizim xristianlığımız söhbət zahirdən getmir xristianlıqda. Amma daxildən sözlərdir. Xristianlığımız sözdən ibarətdir. Hardan bu sözlər gəlir? Tanrının ürəyindən gəlir. Tanrının ürəyindən.
sözlər gəlir. Where do they come? Və bu How does it work? sözlər He necə əmələ gəlir? speaks, Tanrı danışır and we hear, və biz and that eşidirik goes və internal. eşitdiyimiz daxili varlığımıza nüfuz That's edir. inside. Bu daxili That's varlığımızda where baş your verir life changes. və burada Now, həyatımız the dəyişilir. picture, Və I bu wanted şəkildə you to istərdim use this to ki, bunu bir imagine illüstrasiya what kimi istifadə happened edək in ki, təsəvvür Ephesus edəsiniz ki, was Efes a şəhərində nələr baş revival verirdi. so Orada much ruhani oyanış that baş vermişdi. 50,000 pieces Yəni of silver 50 worth some millions min of dollars gümüş was sikkə burned and destroyed by verilmişdi. converts. Və Christians, onlar yandırılmışdı. Kitablar, bu məbəddə istifadə olunanlar xristianlar tərəfindən at Diana, və bir çox insanlar çünki əvvəl gedib o and Diana whatever else was heykəlinə happening baxırdılar. in connection Və with that. bununla əlaqəli nələr baş verirdi? Çoxlu bütpərəstlik, çoxlu davranış və onlar İsa Məsihə iman gətirəndə onlar bunların hamısını öz əşyalarını yandırdılar. With five Və people, Paul orada idi. 10 people. O şəhərdə komandasına And 5 what's nəfər, happening 10 in their nəfərlə hearts. və onların ürəyində nə baş verirdi? What happened in Ephesus? Efesdə nə baş verdi? What happened in their hearts? Onların ürəyində nə baş They verdi? heard. Onlar eşitdilər. And they could say, Və yeah, deyə I used bilərdilər, to go in hə, that mən temple. o but now məbədə I'm with vaxtilə you, Paul." gedirdim, amma indi mən Paul sənin ardınca getmək Why do you istəyirəm. wanna be with Niyə Paul? mənimlə Because olmaq what istəyirsən, is Paul soruşa on bilərdi. the inside Çünki is daxili going on varlığında the inside of the believer. ki, imanlı insanın The daxilində baş believer verən is becoming a nəsə believer. var. Çünki insan And the imana believer gəlir is hearing və the imanlı living insan God. diri Tanrının And what's sözünü the eşidir. name of the living Və God? nədir diri The Tanrının Word adı? of God. Allahın kəlamıdır And the onun adı. second thing about, Və ikinci şey us, that we are bizim different üçün from the ki, Greek biz culture, Yunan which in a mədəniyyətin sense is adamlarından prevalent fərqliyik today. və bu da yəqin ki, bugün Everybody's bir looking at their problematikdir. phones, Hər bir insan öz everybody's telefonuna looking at baxır, videos and videolarına və podcasts podkastlarına and movies, baxır, everybody's looking at filmlərə the baxır nature and the və sun təbiətə baxır, and the günəşə baxır, mountains and the sea. dağlara, Everybody's dənizə. looking for Hər kəs something, maybe nəyisə another axtarır, cafe bəlkə başqa or bir another kafe axtarırlar theater və başqa or bir another teatr visual və ya başqa expression. We're vizual all looking to təəssüratlar like see, but axtarırlar. Ecclesiastes says, Amma "The vaiz eye nədir? is not Vaiz deyir ki, satisfied with seeing, göz nor the ear görünən şeylərlə, satisfied with qulaq hearing." da eşidən şeylərdən məqbul But olmur, when you are born again, rahatlaşmır. Amma yenidən you start doğulanda to hear. sən eşitməyə And başlayırsan what do you hear? The və nə bread of eşidirsən? life. Sən And həyat you will çörəyini never eşidirsən hunger again. və ondan sonra bir daha The acımırsan, water of life, həyat you will not suyunu thirst. The living eşidirsən, God. içirsən və bir daha susamırsan. The I Bu am. diri Tanrıdır. Mən The var one that olanam satisfies deyəndir you. ki, bizi məqbul edir, Isn't that bizi funny? razı That's salır. why Maraqlı we deyilmi said the other day, I think ki, biz o Sunday gün morning, dedik, necə about our bazar günü meetings səhər sometimes ki, bizim in our toplantılarımız history bəzən as a church tarixən around bir the kilsə world toplantısı, at different places. ümumdünya Our şəklində meeting fərqli place yerlərdə looks more like a chicken coop. toplantı yerlərimiz balaca bir komaya We're bənzəyir. meeting in a chicken Biz coop. yığışırıq And hardasa down the street komada there's və ya that big tövlədə və ya European küçədə cathedral. böyük That's Avropa massive and küçələrində absolutely beautiful to the kafedral deməli eyes. məbədlər var, But in the gözlə chicken görünənlər. coop, I'm Amma sitting toyuq with the hinində Apostle Paul, oturmuşam həvari and Paulla I am deyək hearing və eşidirəm the word sözləri, that is able to o build me sözlər up. ki, məni dikəldə bilər, and məni speak to inkişaf my etdirə heart bilər, and say, mənim I ürəyimə am danışa better bilər than your pornography. və o I sözlər am deyir ki, better than your mən own life. sənin pornoqrafiyandan daha I am yaxşıyam, better than sənin öz anything on həyatından the daha earth, yaxşıyam, yer anything üzündə hər nə created, varsa, hər any nə mountain yaradılıbsa, or lake hər or hansı sea, any dağ person, və ya human being or çay və ya animal. göl və I ya am more than yaradılan all of insan it. və I heyvandan am the daha böyük və daha creator of it yaxşıyam. all. Mən And I hər made you şeyin to xaliqiyəm worship və me, mən and I səni want you yaratmışam to ki, mənə find səcdə me, edəsən və mən know istəyirəm ki, me. sən məni I made tanıyasan, myself known to məni you by biləsən və my mən Son, sənə and I'm özümü speaking to açmışam you through oğlum my vasitəsilə Son. və mən For the oğlum Word vasitəsilə became sənə flesh danışıram. Çünki and dwelt kəlam amongst us. bəşər oldu və aramızda məskən saldı deyilir. So Beləliklə, let's go to the text here. gəlin mətnə Because müraciət Paul is edək. saying this Çünki here, burada Paul dediklərini verse deyir. 7. 7-ci bənd, 1-ci Korinflərə 2, 7. But we speak the Burada wisdom deyilir. of God. Paul deyir, biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Could I put down here up on our screen there? Yazıram burada it says ekranda. word, and I want to put Söz, here kəlam və word yanında yazıram. mystery. Maybe a better word is imagination. Sirli müdriklik və ya Imagination. təsəvvür. Bəlkə təsəvvür daha yaxşı söz Can olar. you allow Sən yourself
özünə icazə verə bilərsənmi? Təsəvvüründə canlandıra bilərsənmi ki, bir gün göylərə qalxacaqsan? Təsəvvür edə bilərsənmi? İcazə verərsənmi ki, təsəvvüründə bu canlansın ki, sənin həyatın boşa gedən həyat deyil, ki, sənin həyatın bütün çətinliklərindən daha üstündür. Bilirəm ki, bunlar sadəcə söz kimi səslənir, amma istəyirəm ki, siz düşünəsiniz. Bəs deyək, bu həftə şəfa. Mən inanıram və sizi dəvət edirəm. Hər birimizi ki, biz 4-cü gün axşam xəstələr üçün dua edəndə ki, siz bəlkə bu axşam gedib yatmadan qabaq deyin, ya Rəbb, mən inanıram, imansızlığıma kömək et ki, təsəvvürümüzdə canlandıraq bu iman gəzintisini, Rəbb İsa Məsihlə gəzintini ki, ya Rəbb, sən məni çağırsan, qayıqdan suya çıxıb gəzim, mən çıxacağım, təsəvvürümdə canlandırım bunu. Sanki mən qayıqdan bir ayaq atıram və suyu yoxlayıram və görürəm ki, orada su üst ayağımı bürüyür və təsəvvür edirəm ki, mən o sular üzərində gəzirəm. Mən təsəvvür edirəm ki, Tanrı dünən və bugün əbədi olaraq eynidir və o insanlara şəfa verir öz şəfqətinə görə və onun dünən olduğu şəfqəti bugün də eyni şəfqətdir. Sözlər. 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 Bu sözlər həkk oluna bilər. Bəlkə ilk dəfə kilsəyə gələndə mən artıq imanlı idim və 50-ci kilsəyə gedirdim, hardasa 4 ay gedirdim. Və onlar deyirdilər, şükür Tanrıya, şükür Tanrıya. Mən də deyirdim, şükür Tanrıya, ciddi olaraq şükür Tanrıya deyirdim. Düşünürdüm bu sözləri deyəndə ki, şükür olsun Tanrıya, Rəbbə şükür olsun. Amma sonra bu ifadə bir slogana çevrildi. Bilirsiniz bu necə olur? Deyirik, şükür Rəbbə, şükür Rəbbə və şükür Rəbbə və salam. Və bu cür yaşadım və bunu deyirəm ki, başa salın. Bununla sizi ruhlandırmaq istəyirəm əslində ki, bu boş, içi boş qabıq deyil. Bu sadəcə bir dəb deyil və ya trend deyil və ya bir üst paltarı deyil. Və bu içimizdə olan şeydir. Bu bizim ürəyimizdədir. Bu Tanrının ruhudur ki, içimizdə məskən salıb. Hələ ki, Paul deyəndə ki, biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. Sən onu tapa bilməzsən əgər ödənişini etməzsən. Yəni, Məsih deyir, mənim içdiyim kasadan içə bilərsinizmi? Və mənim oğullarım Yəhyə və Yaqub, anaları İsaya deyir, Yahudi ana stereotip olaraq ki, özü balaları üçün yaxşını istəyir. Deyir, ey İsa, biri sağında, biri solunda otursun da oğullarım. Və başqa bir parçada Məsih onlara deyir ki, mənim içdiyim kasadan içə bilərsənmi? Və bizə deyə bilərik, yox. Amma sonra da ruhlandıraraq bir-birimizi deyə bilərik. Ya Rəbb, bunu belə demə. Demə belə. Yəni, ay qadın, bunu belə demə. Amma öyrən Tanrı ilə söhbəti demək. Demə ki, Rəbb sənə çağıranda ki, bunu belə edə bilmərəm, mən heç vaxt edə bilmərəm, bu heç vaxt işləməyəcək. Tanrı ilə belə danışmayın. Amma həyatınıza Tanrını dəvət edin. Ürəyinizə, söhbətinizə Tanrını dəvət edin. Tanrı Yezekielə göstərəndə quru sümükləri soruşdu ondan ki, bu quru sümüklər yaşaya bilərmi? Və biz orada olsaydıq deyərdik ki, ay Allah, mən Johns Hopkins klinikada işləmişəm və çoxlu dissertasiyalar var. Mən bilirəm ki, bu quru sümüklər heç vaxt yaşaya bilməz. Onlar quruyub, sümükdür, boşdur, onlar köhnədir və onlar quruyub gedib. Bəs Yezekiel nə dedi? O dedi, ya Rəbb, ya Tanrım, ey Allahım, sən bilirsən. Ola bilərmi oyanış Amerikada? Mən inanıram ki, Amerikada oyanış baş verir. Ola bilərmi oyanış sənin ölkəndə, sənin gəldiyin ölkədə? Mən inanıram ki, bu təsəvvürümüzlə bağlı bir şeydir. İmanımızı təsəvvür edək. Və Həvari Paulu görürük ki, o Dayana ilahəsinin məbədində
oradakı pilləkənlərdə oturub və sonra Paul deyir oradakı adamlara, gəlin mənimlə. Və onlar sonra Efes şəhərində Bibliya məktəbi başladılar, bilirsiniz? Və bilirsiniz, təxminən 40.000 imanlı var idi Efes şəhərində. Bilirsənmi ki, Efes kilsəsi çox güclü kilsə idi və Həvari Paul Efeslərə məktub yazır və deyirdi onlara, dərin həqiqətləri açırdı. Onların həyatını dəyişən sözlər deyirdi və biz də bu məktubu öyrənirik, oxuyuruq Tanrının lütfü ilə. Bir çox insanlarla birgə əsrlər boyunca teoloqlar, müəllimlər Bibliya məktəbində ki, bu sözlər, bu təlimlər bizi ruhlandırır imanda ki, biz deyək, mən bu Tanrını tanımaq istəyirəm və o Tanrı mənə gecələr sülh verir. Yadımdadır, Main ştatında yaşayanda illər öncə çalışırdım, özüm üçün xidmət tapım, kilsə tapım, treylerdə yaşayırdım və həmin gecə vəftiz oldum, yadımdadır, yatağa girəndə əslində yol üstü maşınlarla gedirdim, polis məni sonra götürdü, polis idarəsindən getdim, Wisconsin'də, balaca bir şəhərdə idim, harada və bilmirəm nə baş verdi. Amma o gecə sonra evdə olanda, yuxuya gedəndə ürəyim Tanrı üçün alovlanırdı. Ürəyim Tanrı üçün alovlanırdı. Mən bilmirdim nə baş verir içimdə, amma alovlanırdım. O qədər çox doymuşdum. Fərqi yoxdur ki, nə görəcəyəm, necə öz təbii həyatını yaşayacağım. Mən çox dərindən axtarırdım həyatımın mənasını və İsa gəldi mənim həyatıma. Bəli, o gəldi həyatıma və sizin də həyatınız o gəlib. Və biz bu barədə danışırıq. 7-ci bənddə deyildiyi kimi Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, yəni Ponti Pilat, Kayafa, çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər deyirlər. Amma onlar çarmıxa çəkdilər Rəbbi. Onlar nə etdiklərini bilmirdilər. Sonra 9-cu bənddə deyilir. Amma necə ki yazılmışdı, Allahın onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, göz görməyib, heç bir Yunan dramasında, heykəlində bunu görə bilməzsən. Nə qulaq eşidib, Shakespeare bunu yazmadı və sən bunu yerli universitetdə eşitməzsən. Online da yoxdur bu, sənin telefonunda da bu yoxdur, Tanrının sənin üçün hazırladığını. Sən bunu tapa bilməzsən, eşidə bilməzsən, görə bilməzsən Tanrının sənin üçün hazırladığını. Bu yer üzrə deyil, bu kitabxanada tapılmaz. Bu, hansısa müəyyən bir məktəbdə də yerləşməyib. Bu şeylər göylərdən ishar edilir. Dünya mənim kim olduğumu deyir. Kimsə deyir İlyassan, kimsə deyir Yeremiyassan, kimsə deyir Peyğəmbərlərdən biri. Və siz necə düşünürsünüz? Sən diri Tanrının oğlusan, Peter dedi. Məsihsən və sən gəlmirsən yer üzünə, Peter dedi. Sən Tanrını eşitdin, balaca toyuq hinində, toplantıda, balaca Bibliya dərnəyində, bəlkə haradasa Miami'də və ya İrlanda və ya Helsinki'də və ya Turku'da və ya İvalo'da və ya Moskvada və ya keçmiş Leningradda ya Beyjingdə, Tencində, bəlkə Manilada eşidirsən, harada, bəlkə Vietnamda, Rice Paddy'də, harada, Hindistanda, Geto'da, haradasa kənddə, harada sən eşidirsən, balaca ventilator başının üstünə fırlanaraq, balaca yerdə, harada ki insanlar yerdə, döşəmədə oturub, Tanrının sözünə qulaq asırlar, harada, Türkmenistanda, Özbəkistanda, harada onlar bunu eşidirlər və bu eşitdikləri onlara nə edir? Əslində onlar gecə gedirlər yatağa, dəfələrlə bu baş verir, onların ürəyi alovlanır, çünki onlar eşidiblər. Hələ şeyləri ki, hökumət bunu onlara verə bilməz, ailələri bunu onlara verməz və cəmiyyətləri onlara bunu verə bilməz, məktəb onlara bunu gətirə bilməz, Məsih onlara bunu verir. Məsih eynidir və biz də onun elçiləriyik. Yeri gəlmişkən, Tanrının illər öncə başladığı iş, bizim xidmətimiz Tanrı üçün çox əzizdir, bizim üçün də çox əzizdir. Bizim bacılarımız və qardaşlarımız bizim üçün əzizdir. Eşitmisənmi bunu? Eşitdinmi ki, sənin bacın və qardaşın
əzizdir, müqəddəsdir. Eşitmisənmi? Məsih onlarda məskən salıb. Eşitmisənmi? Sənin bacın və qardaşın, onlar sənin ailə üzvlərindir və bizim səmavi atamız göylərdə olaraq öz oğlunu göndərdi ki, biz bacı qardaşlar olaraq bir olaq və bir-birimizi sevildiyimiz kimi sevək. Yəhya 17-ci fəsil. Bəli. Biz bunu eşitmişik. Bəli, bəzən bununla çətinliklərimiz olur. Amma əgər ruhla dolu insanlarıqsa, onda biz bunu ucadan səsləndirə bilərik ki, bizim kəlamımız var və duamız var və biz bəyan edə bilirik. Və üçüncü şey burada ekranda, bu da ruhani istiqamətdir. Bəlkə Məsih bunu müjdələrdə ən çox gözəl şəkildə təsəvvür edib, izah edib. Məsih onları görür, onları başa düşür, onlara, şagirdlərinə ruhani istiqamət verir, onlara çağırış atır. Və o deyir, gəlin ardımca. Matta ayağa qalxır, sadəcə ayağa qalxır və dərhal Məsihin ardıcı gedir. Məsih ardıca Matta o saat gedir. Ya Peter, Yaqub, Yəhya, Məryəm, digər qadınlar. Luka 8-2-ci bəddə oxuyuruq. Adamlar Məsihin ardıca qərar çıxarda getsinlər. Kör adam ruhani istiqaməti alır. Xəstə və ya incimiş adam, oğlu ölüm ayağında olan insan. Məsih onların qayğısına qalır. Boynuma almalıyam ki, bu şeylər bəzən həyatımda ən böyük çağırış atan şeylər olur. Ki, vaxt ayırmaq, diqqət yetirmək, dua etmək, nəsə deyirəm ki, insana kömək edin. Amma dua edin ki, mən nəyisə başa düşüb insana yön verim, istiqamət verim. Bir qardaş buraya köçüb Texasdan illər öncə bu hekayəni dəfələrlə bəlkə demişəm. Mən ona dedim, heç dua eləmisənmi? Bilirsən dua nədir? O dedi, yox, bilmirəm. Getdik ofisimə və diz üstə durduq və sakitlikdə 20 dəqiqə hardasa vaxt keçirdik. Və sonra mənə dedi, bu heyrətamiz idi. Bu heyrətamiz idi. Mən heç vaxt dua belə etməmişəm. Heç bilmirəm ki, bu nə idi. Öyrət məni. Dua barədə öyrət məni, o mənə dedi. Bilirsiniz ki, insanlara ruhani istiqamət lazımdır. Bəsdir kazinoya getdin. Bu sadəcə təşvik sözüdür. Bəsdir kazinoya getdin. Bəsdir qumar oynadın. Bəsdir telefonla qeybət qırdın. Bıraq öz köhnə dostlarını. Yeni həyatda yaşa. Məsihə imanla yaşa, Tanrı ilə ciddi ol, özünü doldurma boşluqla, şagird ol, Məsihin ardıca get, başlama dingildəməyə, vurnuxmağa və qeybət qırmağa və şikayətləməyə. Və İsa Məsih yalnız bir yolla tab gətirə bilirdi, Ata Tanrıya baxmaqla və sonra o deyingən xalqa tab gətirə bilirdi. O xidmət edirdi. Və Musa o xalqa tab gətirdi. O böyük bir peyğəmbər idi. Amma sonra o dünyasını dəyişdi. Amma öyrənirdi, Tanrıya baxaraq bu xalqa tab gətirməyə öyrənirdi səhrada. 10-cu bəndə baxaq. Burada deyilir ki, biz görməmişik, eşitməmişik və ürəyimizə gəlməyib, amma Tanrı bizə bizim üçün hazırladıqlarını öz ruhu vasitəsilə açıb. Bu da müqəddəs ruhun bəyanatıdır, açıqlanmasıdır. Bu da ruhla dolğunluq vasitəsilə baş verir, ruhla gəzinti vasitəsilə baş verir. Bu ruhun məhz edilməsi nəticəsində baş verir. Bu ruhun xidmətidir. Bu müqəddəs ruhun işidir. Məsih göyə qaldırıldı. Amma o, bizim müəllimimiz olan müqəddəs ruhu göndərdi. Ona görə Bibliya məktəbini xoşlayırıq. Çünki Bibliya dərslərini istəyirik ki, müqəddəs ruhla dolu və müqəddəs ruhun öyrətdiyi bir məkan olsun. Çox sevinirəm ki, bizim Maryland Bibliya kollecimiz var və bizim imanımız və iman təsəvvürümüz var. Təsəvvür edirik ki, Bibliya məktəbinə gələn insanlar müqəddəs kitabı öyrənməkdən çoxlu fayda qazanırlar və bu söz
söz bizə həkk olunub, çünki burada deyilir və bunu insanlar axtarır, onlar bunu bilmir. Biz isə bir şeydən tez-tez başqa şeyə atlayırıq, qaçırıq, çünki axtarışdayıq, nəyisə axtarırıq, amma bilmirik. Daha yaxşısı oldu ki, diqqətimizi cəmləyək Tanrıya və təslim olaq Tanrının sözünə və eşidək Tanrının dediyi sözü və öz ruhumuzda bunu mənimsəyək. 11-ci bənd, 10-cu bənd deyir, bizə isə Allah bunları öz ruhu ilə açdı. Çünki ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə araşdırır. Və gəlin, yenə də o şəkilə baxaq, məbəd şəklinə baxaq. Artıq uzun vaxtdır ki, vəz edirəm və bitiririk artıq. Baxın, budur həmin o Dayana məbədi. Paul da oturub orada hardasa pilləkəndə. O deyir, gəlin mənimlə, gəlin gedək buradan. Nəyə görə adamlar Paulun dalınca getsin? İsa Qalileyada olanda öz şagirdlərinə ki, gəlin ardınca biz Yerusəlimə gedirik. Həşi yox, Yerusəlimə getməyək, amma İsa deyir, gəl biz Yerusəlimə gedirik. Mən istəmirəm gedim Yerusəlimə. Gəl gedək. Və ya bu cür hansısa bir buna oxşar söhbət. Biz hara gedirik? Mən sənə deyə bilmərəm hara gedirik. Nə baş verəcək? Mən demirəm sənə nə baş verəcək. Amma mənə etibar edə bilərsənmi? İsa deyərdi. Həyatımızın böyük səsi elə bu cürdür ki, həyatımız üçün nəzər olsun. Yəni, mümkün qədər çox həyatımızda inanaq, ələ günlərdə hardakı Tanrı həyatımız üçün bu günləri planlaşdırıb ki, biz ona inanaq və ya ay və ya illər boyunca, bax bu ili götürək, Tanrı bizim üçün nəyisə hazırlayır. Və mən bunu təsəvvür edə bilərəm iman həyatımda, Tanrının mənim üçün hazırladığını. Çünki o yaxşı çobandır. Çünki yol, həqiqət və həyat odur. Çünki o bizim ürəyimizin suallarına cavabdır. Bizə başqa qız dostu lazım deyil. Bizə ürəyimizdə Tanrı lazımdır. Və Tanrı bizə, yəni subaylara o qadını verəcək ki, Tanrının iradəsindədir. Ola bilər. Biz ola bilərlə yaşaya bilərik. Çünki bizim Tanrımız var. Odur bizi razı salan. Və Davud edir, Rəbb mənim çobanımdır. Mənim heç bir şeyə möhtaclığım olmayacaq. Yəni, heç bir şeydə kəsadlığım olmayacaq. O yaxşı çobandır və mən heç bir şeydə kəsadlıq hiss etməyəcəm, möhtac olmayacam. Bu heyrətamizdir. Müqəddəs ruh Tanrının dərinliklərinə varır. Axı, 11-ci bənd, insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini onun ruhundan savayı heç kim bilməz. Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu qəbul etmədik. Biz Allahdan olan ruhu qəbul etdik. Dayana adına olan məbəd, davamlı olaraq teatrla məşğul olmaq və ya gözlə görünən şeylərin dalıyca getmək, vizual şeylərlə məşğul olmaq, nəinki gözə görünməzin arxasında durmaq. Biz qurtulmuşuq. Biz bu dünyanın ruhunu yox, amma Allahdan olan ruhu qəbul etdik. Belə ki, bizə sərbəst şəkildə Tanrı tərəfindən verilən şeyləri əldən buraxmayaq. Və mən dayanacağım burada və demək istəyirəm. Efeslərə məktubu oxuyun. 1-ci fəsli. Paul orada yazır ki, düz Tanrı qarşısında bir növ məbəd açılır və budur. Bütün Məsih İsa'da olan zənginlik, yaxşılıq və diri Tanrının niyyətləri imanların üzərinə ehsan edilir. Hər şey bitirilir. Efeslərə deyilir ki, siz qəbul edilmişsiniz Tanrı tərəfindən və Tanrı tərəfindən sevilmişsiniz. Davamlı olaraq Efeslərə 1-ci fəsil və bu təsadüf deyil ki, Dayan adına olan məbəd sonra boş oldu. Bütpərəstlik tüğyan edirdi orada, amma sonra bu məbədlər boşaldı, insanlar ora getmədi. Onlar başa düşdülər ki, bu məbəd, bu bütpərəstlik onlar tab gətirmir. Çünki bütlərin düşüncəsi
və bütpərəstlərin düşüncəsi xristianın düşüncəsi ilə müqayisə olunmazdır. Çünki imanlı İsa Məsih imanlı olan xristianlar ölümdən qorxmurlar. Qonşularını sevirlər, ailələrini dəyərləndirirlər, övladlarına ehtiram edirlər və bütpərəstlikdə kişi qadını alır, sonra buraxır və başqasına gedir. Amma xristianlar əksər hallarda onlar Tanrıdan onun ağlına malik olaraq nəzakətli, sədaqətli, qayğıkeş olur. Amma bütpərəstlər isə soyuq olur. Onlar Tanrının, diri Tanrının sözünə həssas olmur. Onlar vizual, gözlə görünən şeylərə görə gedir və öz cismani təbiətini razı salan şeylərlə məşğuldur. Və budur, Paul Tanrının sözü sayəsində, Tanrının ruhu sayəsində və ruhani istiqamət verməsi sayəsində Efesdə insanlar onu dalış edir. Və pastorlar öyrənirlər Tanrının sözünü və öyrədirlər bu sözü. Ey Timotey, sən Tanrının sözünün zəhmətkeşi ol. Tanrının həqiqət sözünü düzgün qaydada araşdır və bu boşa getməyəcək. Mütaliə et Tanrı sözü üzərində. Özünü bütövlüklə həvalə et Tanrının sözünün araşdırılmasına və bütpərəstlikdən və gənclik etirazlarından qaç, özünü uzaq tut. Ey cavanlar, gənclik etirazlarından uzaq durun və diqqətinizi cəmləyin. Qulaq asın diri Tanrının dediyi sözə. O sözə diqqət verib mütaliə edin və bu cür etməklə özünüzü xilas edəcəksiniz və sizə qulaq asanları da qurtaracaqsınız. Amin. Amin.